Bismillahirrahmanirrahim. Mərhəmətli və rəhimli Allahın adıyla. Bismillah, elhamdülillah, və salatu və salamu ala Rasulillah. Esselamu aleykum və rahmetullahi və barakatuh. Əziz və dəyərli izləyicilər, bugün inşallah sizləri çox maraqlı bir səfərlə tanış edəcəyik. İnşallah bugün Mədinə şəhərinin yaxınlığında olan Bədəvi ərəblərin yaşadığı bir yerə gedirik və qonşularımdan biri məni Bədəvilərin yaşadığı dəvələr olan bir yerə dəvət etdi və Allah Resulü sallallahu aleyhi və səlləmə iman gətirən, onu təsdiqləyən və onun dəvətinə dəstək verən sadə ərəblərin həyatını yaşadığı bir yerə gedirik. İnşallah çox maraqlı olacaq. Allahın izni ilə gedək. Esselamu aleykum. أخي مشعل دهان فين نمشي نحن؟ نمشي إلى منطقة بواط. منطقة بواط. هذا كم بعد من هنا؟ تبعد 40 دقيقة من المدينة المنورة. أخي الكريم، هل زرت أذربيجان؟ لم أزور أذربيجان، ولكن أتيت إلى جورجيا قريبة من أذربيجان، وإن شاء الله سأزور أذربيجان. هلما أعرفك بأذربيجان. تفضل. أخي الكريم، أذربيجان دولة مستقلة، ممكن قرابة 30 سنة تقريبا. دولة مستقلة الحمد لله، الحمد لله منا، ويعني أكثر من 30 سنة حاليا. أذربيجان لها مناطق جميلة جدا. أذربيجان لها بحيرات والأنهار والخضراء والجبال وكل شيء. عاصمتها باكو. وأيضا أذربيجان كما قلت لك منطقة سياحية، وأوصي للإخوة العرب زيارتها. لا أقول ذلك أنها بلدي، بل إنها جميلة جدا، وصراحة أوصي بزيارة أذربيجان. فأذربيجان كما قلت هناك مناطق سياحية ممتعة ورائعة جدا، والذي يأتي إلى أذربيجان لا يندم بإذن الله تعالى. Dostumuz deyir ki, buradan qısa yol var. Qısa yolla bizi aparır ora. Gördüğünüz kimi gözəl yerlərdir bura. Əziz izləyicilərimiz, təbii ki, biz sizlərə inşallah yol boyunca müxtəlif mövzulardan danışacağıq. İstər Bədəvi ərəblərdən, istər dəvələr haqqında. Getdiyimiz yer təbii ki, badiyədir. Badiyə çöllük əraziyə deyilir. Çöllük ərazidə qalan, yaşayan ərəblərə isə Bədəvi ərəblər deyilir. Sadəcə mən mövzumuza keçməmişdən öncə istəyirəm ki, daha bir sual verim. Dostumuza daha bir sual verim, hansı ki, yol yoldaşlığı edir bizimlə, ərəb dostumuza ki, Azərbaycan haqqında nə bilir. Ondan sonra mövzumuza keçək. Bədəvi ərəblər haqqında və həmçinin də getdiyimiz yer haqqında bilgilər verək. أخي الكريم، أنت أخيرا ماذا تعرف عن أذربيجان؟ ماذا سمعت عن أذربيجان؟ أخبار أذربيجان؟ سمعت أن منطقة أذربيجان توجد فيها أنهار وتوجد فيها طبيعة جيدة جدا، وبإذن الله أني سأزورها. إن شاء الله بإذن الله تعالى. Yolumuza devam edirik. Oradan da maraqlı yerlərdir. Burada oyunlar var, yol üstü qutarılır. Əziz izləyicilərimiz, indi sizə elə bir söhbət danışacağım ki, bu mövzunun əhəmiyyəti daha da aydın olacaq. Deməli, məlumdur ki, şərqşünaslar İslamı öyrənirdilər, müsəlmanları da öyrənirdilər, müsəlmanların həyatını, yaşayışını öyrənirdilər. Və bizdə sual yarana bilər ki, biz nə üçün bugün Bədəvi ərəblərdən danışırıq, onların həyatından danışırıq? Çəkilişimiz əsnasında bizə çox şeylər aydın olacaq. Lakin unutmayaq ki, qeyri-müsəlmanlar belə ərəblərdən danışıblar, müsəlmanlardan danışıblar. Hətta məxsusi olaraq Bədəvi həyatından danışıblar. Məsələn, şərqşünaslardan biri Max von Oppenheim adlı Alman şərqşünası Bədəvilər haqqında bir ensiklopediya yazıb.
Əl-Bədv adlı ensiklopediya kitab yazıb və orada ərəb qəbilələri haqqında ətraflı şəkildə danışıb. Təsəvvür eləyin, indi biz müsəlmanlar necə, əgər qeyri-müsəlmanlar bədəvi həyatını, İslamı müsəlmanları öyrənən və öyrədən kitablar yazırsa, biz müsəlmanların da öyrənməsi və bu haqda danışması doğrudan da təbiidir və əksinə bu haqda biz qarşıda ayələr, hədislər qeyd eləyəcəyik Allahın izni ilə və bu mövzunun əhəmiyyəti bizlərə daha çox aydın olacaq. Bəli, əziz izləyicilərimiz, bədəvilər haqqında söhbətin əvvəlində bir qədər məlumat verdik. Alimlərdən İbn Teymiyyə, Allah ona rəhmət eləsin, deyir ki, hər bir xalqın çöldə yaşayan insanları var. Ərəblərin çöldə yaşayanları isə bədəvilərdir, yəni badiyə əhlidir. Badiyə əhli deyilir, yəni çöldə yaşayanlar. İbn Xaldun isə öz tarix kitabında bədəvilər haqqında çox maraqlı bir məlumat verir. O öz tarix kitabında 4-cü fəsildə bədəvilərin, yəni çöldə yaşayan ərəblərin şəhərdə yaşayanlardan daha üstün olması haqqında danışır və belə bir başlıq qoyur. Və bunun səbəbi də gətirir ki, çöldə yaşayan bədəvi ərəblər, yəni onlar fitrəti daha salamat olurlar. Yəni mənəvi aləmləri onların, daxili aləmləri daha salamat olur. Şəhərdə yaşayan insanlar isə günaha daha çox meyilli olurlar. Ləzzətlərə, istirahətə, günahlara daha çox, eş-işrətə daha çox meyilli olurlar. Belə bir fərq gətirir. Sonra isə Peyğəmbər sallallahu aleyhi və səlləmin bir hədisini qeyd edir ki, Kullul mevlud yuvlədu aləl fitra, deyir ki, hər bir doğulmuş körpə Allahın onu yaratdığı fitrət üzərində doğulur. Fəəbəvahu yuhavvidanihi, əv yunassiranihi, əv yuməccisanihi. Sonra isə deyir ki, sonra onun doğulmuş körpə uşağı valideynləri, yəni bir növ onun daxili aləmini çirkləndirirlərdi və yaxud da onu başqa dinə salırlar. Yəni onu ya xristianlıq dininə daxil edirlər, ya yahudilik dininə, ya da məcusilik dininə daxil edirlər. Belə bir məlumat verir. Əziz həmvətənlərim, şək yoxdur ki, istər şəhər cəmaatı, istər kənd cəmaatı, bunların arasında belə bir böyük fərq yoxdur. Lakin doğrudan da İbn Xaldunun dediyi söz müasir dövrə daha çox uyğun gəlir desə yanılmarıq. Çünki şəhər cəmaatı daha çox dünya ilə görürsən məşğul olur. Günahlar şəhərdə daha çoxdur. İnsan bölgələrdə olan insanlar görürsən ki, daha safdılar, daha təmizdilər. Və bu sözü müasir dövrə aid etsək daha uyğun olar bəlkə də. Çünki keçmiş dövrdə də heç də o qədər, yəni şəhərlərdə o qədər də günahlar bugünkü kimi yaygın halda deyildi. Hər bir halda daha düzünü Allah bilir, bu alimin bir izahıdır. Yolun qırağında balaca bir məscid var və inşallah namazı burada qılıb yolumuza davam edirik. İnşallah yolüstü belə gözəl dağlar, mənzərələr də var. Çölün də öz gözəlliyi var təbii ki. Çölün öz xüsusi gözəlliyi var. Sürücü dostumuz, ərəb dostumuz dedi ki, burada maraqlı bir yerdə oturaq ərəb qəhvəsi içək, sonra inşallah yolumuza davam edək. Da maraqlı bir yerdir. Yol üstü burada dayanası olduq və ərəb dostumuz bizim üçün gözəl bir qəhvə süfrəsi açdı. Burada inşallah bizə ərəb qəhvəsi qonaqlığı verir. Allah bərəkət versin. Bu da bizim qəhvələr. Əziz həmvətənlərim, ərəblər haqqında ümumi söhbətimizin əsas hissəsini burada tamamlamaq istəyirəm. Təbii ki, bədəvilərlə Peyğəmbərimizin bəzi qissələri, hekayələri var, onlardan da danışmaq istəyirəm. Lakin söhbətimin ümumi hissəsini elə bu gözəl məkanda tamamlamaq istəyirəm, Allahın izni ilə. Deməli, məlum olduğu kimi, üstünlük Allah qorxusundadır, təqvadadır. Allah elçisi Muhammed sallallahu aleyhi və səlləm buyurub ki, ərəbin ərəb olmayana qarşı heç bir üstünlüyü yoxdur. Üstünlük yalnız təqvadadır deyib Allahın elçisi sallallahu aleyhi və səlləm. Uca Allah Quran-ı Kərimdə buyurub ki, وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا İnne akramakum indallahi etqakum. Allah Teala buyurur ki, biz sizi xalqlara və qəbilələrə böldük ki, bir-birinizi tanıyasınız. Allah qatında ən üstün olanınız təqvalı olanınızdır. Yəni Allahdan daha çox qorxanınızdır. Əziz müsəlmanlar, əziz izləyicilər, uca Allah bu səhralarda, çöllərdə yaşayan ərəbləri vahid bir ideologiya ilə birləşdirdi. Onları doğru əqidə, İslam inancı ilə birləşdirdi. Onlar qısa bir müddət ərzində iki böyük imperiyanı diz çöktürdülər. Bu nəyin əsasında idi?
hansı güc idi onları birləşdirən və dünyanın yarısının sahibləri eləyən? Şək yoxdur ki, bu əzəmətli İslam əqidəsi idi. O çöllərdə yaşayan bədəvi ərəblər Allah onları izzətləndirdi. Niyə? Çünki onlar İslam dininə əməl edirdilər. Allahın yer üzündəki son dininə əməl edirdilər. Ona görə Allah onları izzətləndirdi. Lakin bugün nə üçün müsəlmanlar olduqca zəifdilər, saylarının çox olmağına baxmayaraq zəifdilər? Çünki bugün müsəlmanlar əməl etməyi tərk ediblər. Allahdan istəyirəm ki, müsəlmanları yenidən izzətləndirsin və dinlərinə qaytarsın. İndi isə dostumuz bizə qəhvə süzür. Allah razı olsun. Cəzakallah xeyr. Barakallah fik. İnşallah. Bu qəhvəni içmək üçün olan xurmadır. Kiçik sular da gətirib bizim üçün. Və nə deyib belə? Hədə əhlən və səhlən. Hə, dostumuzun kiçik çantasıdır. Burada hədə qəhvə aydan. شاي. Hədə şah. Bu çaydır. Bu isə qəhvədir. Anta təhəddəs məna, təhəddəsən ötərcüm, bax müşkilə. هذه قهوة وهذا شاي Eyvə. وهذا التمر سكري Sukkari. سكرية القصيم. Sukkariyyətil Qasım. Qasımın sukkari xurmasıdır. Allahumma bərik. Allahumma bərik. حياك الله أخي أبو سليمان. Allah yubarik fik. هذه المنطقة اسمها بواد. Buat. بواد Buat. وهي منطقة باردة بالليل وتأتي عليها الأمطار بشكل دائم Bu şəkildə. حتى بالصيف. Yəni qəhvə süzür. Özdə bunların qəhvə süzməsinin xüsusi qaydası var. Mən xahiş edəcəm dostumuz bizə onu izah eləsin. Mümkün təşrah lana al-adə indakum. العادة أنها تمسك الفنجان بيدك اليمين Sağ əlinlə tutursan deyir fincanı belə. والدلة بيدك اليسار Bunu isə sol əlinlə tutursan. وتصب أقل من الربع Hə. أقل من الربع بقليل وتقدم إلى الضيف. Dörddə birindən az bir hissəsini doldurub verirsən. Kiçik yəni kasanın dörddə bir hissəsini doldurup verirsən. وعندنا الضيف لازم يشرب 3 فناجيل لا يقول بس قبل 3 فناجيل. Hə, bizim deyir qonağımız ən azı 3 fincan içməlidir. 3 fincan içməlidir. Ondan az ola bilməz içməyi. Bəli. وبعدها لا مشكلة. Ondan sonra problem yoxdur. Əgər içsə o problem yoxdur. فإن انتهى من القهوة يحرك الفنجان هكذا. Qəhvəni içib qutarandan sonra, yəni içinin boş olduğunu bildirmək üçün belə mən bunda göstərə bilmirəm. Belə içi boşdur görürsüz. Bunu belə sirkələyir, yəni qurtardı, yəni istəyir. Bu onların adətidir. Bax bu cür. Cəzakallah xeyr, şükran. Barakallah fik. Ərəb dostumuz bizə inşallah bu ərəblərin qonaqpərvərliyi haqqında bir hekayə danışmaq istəyir. Halbuki doğrudan da çox məşhurdur. Onun haqqında danışmaq istəyir. Tfadal əxil kərim. أن الكرم من عادات المسلمين وكان يحبها رسول الله صلى الله عليه وسلم. Sallallahu əleyhi və səlləm. وفي أحد القصص أن المسلمون استأسروا ابنة حاتم الطائي نعم. وأتوا بها إلى رسول الله Sallallahu əleyhi və səlləm. صلى الله عليه وسلم وقال من هذه؟ قال هذه ابنة حاتم الطائي. وقال دعوها تذهب إلى أبيها يشفع لها كرم أبيها. Subhanallah. أبوها كان معروف بالجاهلية بالكرم. Gördüyünüz kimi biz oturduğumuz yerə dəvələr gəldi, çıxdı yanımızdan keçdi və gördüyünüz o ot kimi görünən şeylər, bitkilər gördüyünüz kimi tikanlıdır. Tikanlı olsa da, lakin onu necə rahat şəkildə yeyir, görürsünüz. Dəvələrin ən sevdiyi qida növlərindəndir. Üzərində tikan olmağına baxmayaraq, ağzı yara bağlamağına baxmayaraq onu necə, yəni rahat şəkildə yeyir. Bəli. Möhtərəm izləyicilər, Uca Allah Quran-ı Kərimdə başqa bir ayədə dəvəni misal çəkərək deyir ki, o kəslər ki Allahın ayələrini yalan saydılar və Allahın ayələrinə qarşı təkəbbürlük göstərdilər, onlara səmanın qapısı açılmayacaq və onlar cənnətə girməyəcəklər, hətta dəvə iynənin gözündən keçməyincəyə qədər. Bu həqiqi bir misaldır dəvə haqqında, məcazi deyil. Dəvə iynənin gözündən keçməyincə. Hətta yəlicəl cəməlu fi səmmil xiyat və kəzəlikə nəccil mücrimin. Dəvə iynənin gözündən keçməyincə onlar cənnətə girməyəcəklər. Biz günahkarları belə cəzalandırarıq deyir Uca Allah. Allahu Ekber.
Əziz izləyicilər, həmçinin də dəvə haqqında məlumdur ki, Quran-ı Kərimdə ayələr çoxdur. O ayələrdən biri də Salih əleyhissalamın öz qövmünə göstərdiyi möcüzədir. Salih əleyhissalamın qövmünə göstərdiyi möcüzə qayadan çıxmış, yəni qayadan yaranmış bir dişi dəvə idi. Və Salih əleyhissalam onlara deyir ki, "Həzihi naqatullahi lakum ayə." Bu dişi dəvə sizin üçün Allahın bir ayəsidir. Onu buraxın, yəni otlasın, ona toxunmayın. Yəni onunla işiniz olmasın, yoxsa sizi yaxın bir əzab qaplayar, yaxın bir əzab yaxalayar sizi. Təəssüflər olsun ki, onlar o dişi dəvəni kəsib yemişdilər və beləcə onları Allahın əzabı yaxalamışdı. Bu da Quran-ı Kərimdə Salih əleyhissalamın hekayəsidir. Qısa şəkildə sizə dedim ki, o da həmçinin dəvənin bir dəvə hekayəsi ilə bağlıdır Quran-ı Kərimdə. Dişi dəvə hekayəsi ilə bağlıdır. Bəli. Əziz izləyicilərimiz, gördüyünüz kimi Allahın yaratdığı gözəl dəvədir. Buna deyilir bir hörgüclü dəvə. Təbii ki, dəvələrin növləri var. Var bir hörgüclü, yəni bu hissəsi bir dənədir. Görürsünüz, o çıxıntı yuxarı bir dənədir. Var iki hörgüclü belə və var hörgücü olmayan dəvə. Bu bir hörgüclü dəvədir və görürsünüz Allah Taala dəvəni necə gözəl bir şəkildə yaradıb. Bu məqamda uca Allahın bu ayəsi yadımıza düşür. Uca Allah buyurur ki: "Əfələ yanzuruna iləl ibli keyfə xuliqat." Məgər deyir, onlar dəvəyə baxmırlarmı? Dəvə necə yaranıbdır? Və dəvə elə bir heyvandır ki, uzun məsafələri su içmədən qət edə bilir. Və belindəki yığılmış yağlar vasitəsilə də uzun müddət ac qala bilir, susuz qala bilir. Və bu doğrudan da dəvənin qeyri-adi yaradılışından yəni bir məsəldir. Əziz həmvətənlərim, möhtərəm müsəlmanlar, uca Allah Quran-ı Kərimdə dəvələr haqqında başqa bir misal çəkərək deyir: "İnnəhə tərmi bi şərarin kəl-qasr kəənnehu cimalətun sıfır." Allah Taala cəhənnəmin saçdığı qığılcımları bir qəsrə bənzədir. Onun həcmini bir qəsrə bənzədir və deyir ki, o cəhənnəm bir qəsr saray boyda qığılcımlar saçar. Kəənnehu cimalətun sıfır. Və sanki o qara dəvə sürülərdir. Subhanallah. Bu da Quran-ı Kərimdə uca Allahın dəvələr haqqında çəkdiyi misallardan biridir. الرجال ذاك ليش؟ قرب في صورة نظيفة رجال. Əziz izləyicilər, bu gördüyünüz şəxs burada dəvələrə nəzarət edən şəxsdir və bizə bəzi məlumatlar vermək istəyir. Burada nə işlə məşğuldur, dəvələri necə otarırlar və bəzi məlumatlar vermək istəyir. Tfadal axil Kerim, yəni حياك الله بارك الله فيك يا معلومات السودان عبد الله ابراهيم عبد الله. والله الشغل الحمد لله على كل حال، الشغل الارض طيبة ونحن طيبين ومتعافين، والله الدنيا بخير، وربنا برضه يصلح حالنا وحال السودان معانا ان شاء الله. ترجم شوية جزاك الله خير. Əx Abdullah. عبد الله ابراهيم عبد الله. Abdullah İbrahim oğlu Abdullahdır adı və Sudanlıdır və burada dəvələrə nəzarət işinə baxır və deyir ki, Allah həmd olsun, çox gözəl bir işdir. Allah ruzləndir, Allah həmd olsun. Tfadal axi. Eydan məzə turidən təqul. حياكم الله والله يحييكم أي زمان. أهلنا في أذربيجان يشاهدونك. بارك الله فيكم ان شاء الله يديكم العافية، اخباركم وحلومكم وصحتكم. تفضلوا معنا على العزبة والدنيا ربيع علينا يا اخي، ربنا يصلح الوضع ان شاء الله. إن شاء الله. حالنا وحالكم ان شاء الله وحال الغربة يا جماعة. إن شاء الله. بارك الله فيكم. المنطقة هنا؟ المنطقة والله زينة ما عليها. الله يبارك. المنطقة ما المندسة. بعيدة بس. ايه المندسة هنا ده المصبع يعني اقول لها شنو ملحة. Bizim Azərbaycan əhlini salamlayır. Qardaşımız Abdullah Azərbaycan əhlini salamlayır və o da qonaqpərvər insanlar kimi bizi buranın digər qonaqpərvər insanları kimi bizi biraz aralı bir yerə qonaq dəvət etdi. Təbii ki, dostumuz bizi qonaq dəvət edib deyə dəvətinə icabət eləyəməyəcəyik və ona təşəkkür elədik buna. ابشروا اللجونة طوالك انا Ada ismul şəcərə hadi? الشجرة دي طلحة. Talha ismi şəcərə. العربي سيال سيال. Ərəbcə siyan deyirlər buna. سيال هي. Siyan deyirlər ərəbcə. Hada fi şovkası, aleyh şovk. فيها شوك شوف. Deyir, bax tikan var, gör necə yeyir, baxın, tikana baxın. Bax, شوك. هي كان تاكل مرة. هي البلية. necə o tikanları yeyir, xoşu gəlir. شوف. دي تاكل هي البل على طول. ها جزاك الله السوداني الجمل ده سوداني ده. Bu da deyir, Sudan dəvəsidir. Sudan dəvəsidir. Amma çox böyükdür ha. Axırda Sudanlı dostumuz da bizi dəvət etdiyi halda biz onu dəvət etdik qonşumuzla bərabər. Bizimlə burada qəhvə içməyə gəldi. O da dəvəni saxladı orada.
يرسلها باليوتيوب ما يقدر يحفظها. تلقاها انت باليوتيوب. ابو سليمان اركب. تمسك جيد. لا انا هو ما بدي منه صوره. ها توقع. Elhamdülillah axır ki bindik. تعال صور. Allah'a həmd olsun. لا gittik. Dostlarımızın səbəbi ilə dəvəyə də mindik. Allah Ekber, çox gözəl heyvandır. Səhranın ləzzəti demək olar ki, bu dəvələrdir, səhranın gözəlliyi. Allahümə bərik, Allah bərəkət versin. Maşallah, barakallah. Allahümə bərik. اخبرهم ان هذا يذهبون به خلف ركبي. الابل اسمه ركبي الركبي يركبون عليه ويسرحون بالبل Deyir ki, يذهبون بها الى المكان الاخضر deyir ki, bu dəvə burada əsas nəzarət edilən dəvədir ki, bununla başqa dəvələri cəlb eləyirlər və otarırlar da belə deyək. Adı nədir? İsmi? ركبي الركبي. Adı Rukbidir, Rukbi. Dəvənin adı Rukbidir. Ad da qoyublar dəvəyə. Görürsünüz, çox rahat dəvədir və bu otarmada istifadə edirlər bu dəvəni. Barakallah fikum. Kimdən zil hadi. خلاص تمسك جيد. خلاص حاجه خلينا لو ما تدرك سو ها تدرك سو انزل. Əziz izləyicilər, dəvələr haqqında hədislər çoxdur. Gəlin onlardan bəzilərini sadalayaq. Abdullah ibn Ömərdən radiyallahu anhdan gələn hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləmin dəvənin beli üzərində nafilə namazı qılmağı rəvayət olunur. Yəni dəvənin beli üzərində Peyğəmbər sallallahu aleyhi və səlləm vitr namazını qılardı. Və bu da hədislərdə sabitdir. Əziz həmvətənlərim, dəvə haqqında olan hədislərdən biri də Peyğəmbər sallallahu aleyhi və səlləmin müsəlmanlara öyrətdiyi bir fikri qaydadır. O da dəvə ətini yeyəndən sonra dəstəmaz almağın gərəkməsi haqqındadır. Bəli, dəvə əti yeyəndən sonra dəstəmaz almaq lazımdır. Bu haqda Abdullah ibn Samura'nın hədisində gəlir ki, bir kişi Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləmdən soruşur ki, qoyun əti yediyim zaman dəstəmaz alınmı? Deyir, istəyirsən al, istəyirsən alma. Sonra isə soruşur ki, bəs dəvə əti yeyərkən dəstəmaz alınmı? Deyir ki, bəli, dəvə əti yediyin zaman dəstəmaz almalısan. Əziz həmvətənlərim, dedik ki, dəvələr haqqında hədislər çoxdur. Maraqlı hədislərdən biri də odur ki, dəvələr Peyğəmbər sallallahu aleyhi və səlləmi tanıyırdılar və onun Allahın elçisi olduğunu bilər və ona itaat edərdilər. Hədislərdən birində rəvayət olunur ki, sahabələrdən bəziləri Peyğəmbər sallallahu aleyhi və səlləmlə bir yerdə səfərə çıxırlar. Səfərə çıxan zaman bir divardan keçməli olurlar. Və bu divardan hamısı keçir, dəvə keçmir və dəvə itaətsizlik eləyir. Və sahabələr gəlib bunu Peyğəmbərə xəbər verirlər. Peyğəmbər deyir ki, hardadır o, məni ona tərəf aparın və aparırlar Peyğəmbər sallallahu aleyhi və səlləm o dəvənin yanına. Və Peyğəmbər sallallahu aleyhi və səlləm ona yaxınlaşdıqda dəvə Peyğəmbəri görən kimi ona itaət eləyir və diz üstə çökür və Peyğəmbər sallallahu aleyhi və səlləm gəlib dəvəyə toxunaraq onun xitamını istəyir. Xitam odur ki, dəvənin burnundan və başı tərəfə keçən bir ipdir. İpdən və ya dəridən hazırlanan bir maddədir ki, onunla dəvəni tutub idarə etmək olur. Və Peyğəmbər onun xitamını istəyir və xitamını gətirirlər, onun burnu tərəfdən başına taxırlar və Peyğəmbər sallallahu əleyhi və səlləm onun xitamını verir dəvənin yiyəsinə və yiyəsi onu tutur aparır. Sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, göy və yer arasında elə bir canlı yoxdur ki, mənim Allahın elçisi olduğumu bilməsin, yalnız insan və cinlərdən olan şeytanlardan başqa. Allahu Ekber. Beləcə dostumuzla getdi, sağollaşdıq, getdi dəvələrin yanına. Allah bərəkət versin, Allah razı olsun onlardan. Bəli, əziz izləyicilərimiz, Allahın izni ilə bu yol üstü dayandığımız yerdə çox maraqlı xatirələr qaldı və elə burada bəzi söhbətlərimizi etdik. Lakin əsas gedəcəyimiz yer qarşıdadır və dostuma təşəkkür etdim. Yenidən əsas getmək istədiyimiz yerə doğru gedirik. Hələ ki, səfərimiz davam edir. Allah hər birinizə bərəkət versin. Budur əziz izləyicilər, çatmaq istədiyimiz yerə artıq gəldik, çatdıq, əlhamdülillah. Və burada əsas biz sizə bəzi faydalı bilgilər verməyə çalışacağıq. Bizimlə gələn yol yoldaşlarımız o tərəfdə olan çadırlara getdilər. Onlar
birazdan hava qaralacaq və hava bir qədər soyuq olacaq deyə tonqal qalğasıdırlar. Və biz də sizə bəzi faydalı bilgilər verəcək Allahın izni ilə. Əziz müsəlmanlar, dəvələr haqqında çoxsaylı hədislərdən biri də bizə bir məsələni öyrədir. O da bütün peyğəmbərlərin qoyun otarması, amma dəvə otarmamasıdır. Yəni bütün peyğəmbərlər qoyun otarıblar, amma dəvə otarmayıblar. Bunun səbəbi haqqında isə alimlər buyururlar ki, ola bilsin ki, bu dəvələrin kinli və kobud heyvan olmaları ilə əlaqəlidir. Hədislərdən birində Allahın elçisi sallallahu aleyhi və səlləm buyurur ki, Allahın göndərdiyi elə bir peyğəmbər yoxdur ki, o qoyun otarmasın. Sahabələr deyirlər ki, ey Allahın elçisi, hətta səndəmi? Deyir, bəli, mən də Məkkənin cığırlarında qoyun otarmışam. Əziz izləyicilər, dedik ki, dəvələr haqqında hədislər çoxdur və bu hədislərdən uzun bir hədisin qısasını deməyə çalışacağım. Ənəs bin Malik radiyallahu anhunun rəvayət etdiyi hədisdə ənsarlı sahabələrdən biri gəlir Peyğəmbərə şikayət edir ki, deyir, bəs bizim bir dəvəmiz var, o itaətsizlik edir, çox səbirsizdir və bizim işlərimiz yarımsıq qalıb və biz onun belində su daşıyırdıq, suvarma üçün və yüklərimizi daşıyırdıq, xurmalar, ağaclar susuzundan yanır, onları sulaya bilmirik və işlərimiz yarımsıq qalıb və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hardadır, məni onun yanına aparın və onlara deyir ki, qalxın gedək və qalxıb gedirlər o dəvə olan yerə və Peyğəmbər sallallahu aleyhi və səlləm dəvəyə yaxınlaşmaq istəyəndə deyirlər ki, ey Allahın elçisi, biz qorxuruq ki, o sənə ziyan versin, çünki o vəhşi bir it kimi sənə zərər verər. Allah elçisi sallallahu aleyhi və səlləm gözəl şəkildə deyir ki, narahat olmayın, o mənə heç bir ziyan verə bilməz. Beləcə Allahın elçisi sallallahu aleyhi və səlləm dəvəyə yaxınlaşır, dəvə sakit bir şəkildə səcdə eləyir və Peyğəmbər sallallahu aleyhi və səlləm dəvənin kəklindən tutur və dəvə ona itaət edir və artıq dəvə işləməyə başlayır. Subhanallah. Və sahabələr bu məqamda təəccüblənirlər və deyirlər ki, ey Allahın elçisi, bu dəvənin ağlı yoxdur, bu Allahın heyvanının ağlı yoxdur, o sənə səcdə eləyir. Biz bir insan olaraq sənə səcdə eləməyə daha haqlıyıq deyəndə Allahın elçisi, yenə tövhid peyğəmbəri olan Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm onlara əqidə dərsi keçir. Onlara öyrədir ki, Allahdan qeyrisinə səcdə etmək olmaz. Bəli, bu heyvandır, insana səcdə etdi, lakin ağlı yoxdur və bu öz təzimindən dolayı peyğəmbərə səcdə edir, lakin insana icazəli deyil. Və Peyğəmbər hədisində buyurur, onlara bir əqidə dərsi verərək deyir ki, heç bir bəşər övladına icazəli deyil ki, başqa bir bəşər övladına səcdə etsin. Sonra isə deyir ki, haqlarının böyüklüyündən dolayı əgər kiməsə səcdə etmək icazəli olsaydı, mən qadınlara əmr edərdim ki, öz ərlərinə səcdə etsinlər, lakin Allahdan başqasına səcdə etmək icazəli deyil. Bəli. Əziz müsəlmanlar, dəvə haqqında çoxsaylı hədislərdən birində də Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm mühüm bir məsələyə də toxunur. O da dəvə otaran insanların, yəni fitrət olaraq onlarda təkəbbürlülük və fəxirlənmək, öyünmək, özündən razılıq kimi bir xislət yaranmasına işarət edib Allahın elçisi sallallahu aleyhi və səlləm. Lakin qoyun otaran insanlarda bu belə deyil. Yəni, onlar daha təvazökar və daha sadə olurlar və bu da hədislərdə gələn mənalardandır. Və alimlərin də izahlarında qeyd olunan hikmətlərdən biri də budur ki, nəyə görə peyğəmbərlər dəvə otarmayıblar, qoyun otarıblar? Ola bilsin ki, məsələnin hikməti də bundadır. Qoyun otaran insanlar daha sadə, daha təvazökar olurlar. Dəvə otaran insanlarda isə hamısında olmasa da bu istər-istəməz onlarda bir qədər təkəbbürlülük və bir qədər öyünmə, fəxirlənmə, özündən razılıq kimi bir xarakter formalaşdıra bilir. Bəli. Əziz müsəlmanlar, dəvə haqqında çoxsaylı hədislərdən birində isə Əsma binti Yaziddən rəvayət olunur. Deyir ki, Peyğəmbərə Maidə surəsi tam şəkildə nazil olduğu zaman, yəni vəhiy, Allahdan vəhiy nazil olduğu zaman, Peyğəmbər sallallahu aleyhi ve sellem dəvənin üzərində idi. Həmin vaxtı həmin Əsma binti Yazid deyir ki, mən deyir, Peyğəmbərin dəvəsinin ipindən tutmuşdum. Və deyir, hiss elədim ki, vəhyin ağırlığından az qala dəvənin ayaqları qırılsın. Və bu da Uca Allahın bu ayəsini təsdiqləyir. Uca Allah buyurur ki, İnnə sənulqi aleykə qavlən thəqilə. Biz sənə ağır bir söz nazil edəcəyik. Həqiqətən də, əziz müsəlmanlar, vəhiy ağırdır və Allah elçisi sallallahu aleyhi və səlləmə vəhiy gələndə onun alnından, bədənindən tər gedərdi. Hətta başqa hədislərdə deyilir ki, Peyğəmbər sallallahu aleyhi və səlləmə qışın günündə vəhiy gəldiyi zaman onun bədənindən soyuq olsa belə, soyuq havada olsa belə onun bədənindən, vəhyin şiddətindən, vəhyin ağırlığından dolayı onun bədənindən tər gələrdi, tər axardı.
Əziz həmvətənləri, möhtərəm müsəlmanlar, gəlin dəvələr haqqında maraqlı bir hədisi də qeyd eləyək. Deməli, Abdullah bin Cəfərdən rəvayət olunur ki, Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm ənsarlı bir kişiyə aid olan bir dəvə saxlanan yerə gəlir və onun yanında da bir bostan, yəni bir yaşıllıq olan bir yer var idi. Və biraz kənarda bir dəvə Peyğəmbəri görən kimi inildiyir və ağlamağa başlayır. Və Allahın elçisi, rəhmət Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm o dəvəyə yaxınlaşır, əlini ona toxundurur və dəvə sakitləşir və ağlamasını və iniltisini kəsir. Dəvə sakitləşir. Sonra isə orada olan şəxslərdən Allahın elçisi sallallahu aleyhi və səlləm orada olan şəxsdən birindən soruşur ki, bu dəvənin sahibi kimdir? Və deyirlər ki, bir kişi yaxınlaşır, ənsarlı bir kişi yaxınlaşır, deyir ki, bu mənim dəvəmdir Allahın elçisi. Deyir ki, Allahın sənə mülk olaraq verdiyi bu heyvan haqqında Allahdan qorxmursanmı? O mənə şikayət etdi, ağladı və şikayət etdi ki, sən onu çox işlədirsən və sən onu ac qoyursan. Onun haqqında Allahdan qorx deyərək Peyğəmbər sallallahu aleyhi və səlləm ona nəsihət eləyir və tövsiyə eləyir. على فهم خالص. Eyvallah. اخو حميدتي هذا. مثل نفسي بس ما بنمثل السودان. هذا İndisə gəlmişik Allahın izni ilə. Dostlarımız bizim üçün dəvə südü sağacaqlar inşallah. Gördüyünüz kimi. İndi isə dəvənin südünü sağırlar. Qonaqlar üçün dəvənin südünü sağırlar. Deməli, əziz izləyicilər, bu dəvənin südünün sağılması qəribədir. Bizə məlumat verdilər ki, deməli, dəvənin yəni bəzi balaları ondan süd içməlidir ki, o başlasın. Yəni balaları yanında olmalıdır ki, südünü sağlamaq olsun. Gördüyünüz kimi balaları yanına gətirəndən sonra artıq südü sağmağa başladılar. Bu da balasıdır yanında. Bu da dəvənin həmin balalarıdır. Bir ikisini çıxardılar ki, süd sağmaq olsun. Əziz həmvətənlərimiz, bu arxada gördüyünüz yer isə az sonra biz burada olacağıq və ərəb dostlarımız o tərəfdə dəvə südü sağırlar və bizə dedilər ki, burada gözləyin. Bir qədər sonra biz də gəlirik. Yəqin ki, söhbətimizin qalan hissəsini bu gördüyünüz yerdə davam edəcəyik və onlar az sonra tonqal qalayıb burada bizimlə söhbət edəcəklər. Əziz müsəlmanlar, dəvəyə də göz dəyir. Hətta gözdəymə dəvəni öldürə də bilir. Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm hədislərdən birində buyurub ki, gözdəymə kişini qəbrə salar, dəvəni isə qazana salar. Allahu Ekber, Allahu Ekber, Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Əziz izləyicilər, bu da dostlarımızın bizi dəvət etdiyi bu badiyədə oturacağımız yerdir. Bizi burada qonaq qəbul edirlər. İnşallah burada əyləşəcəyik. Gördüyünüz yer torpaqdır, üzərində xalçadır. Yuxarı xurma liflərindəndir gördüyünüz kimi. Buranı göstər. Və burada daha yaxşı görünür. Görürsünüz, xurma liflərindəndir. Qurumuş xurma budaqları, yarpaqlarıdır. Üstü həmçinin bura. Burada xalçadır, orada da tonqal qavud var, çaydır, qəhvədir. Və sağ olsunlar, əllərindən gələni etdilər. Öz müsəlman qardaşlarını qonaq qəbul etmək üçün. Çox qonaqpərvərdirlər, Allah razı olsun. Əyləşək inşallah. Bu da əyləşəcəyimiz yerdir. Çay, qəhvə, dəvə südü. Bu gördüyünüz tonqalı da şüşəmir ağacının budaqlarından, qurumuş budaqlarından qalayıblar. Çöldə olur, badiyədə. Burada çaydır, qəhvədir. Bir də gördüyünüz dəvə südüdür. Az öncə dəvədən sağdılar bunu. Bismillah. İndi isə dəvə südünü
Sudanlı qardaşımız bizim üçün təmizləyir oradan. Süzür. Allah bərəkət versin. Bismillah. Allahümme barik. بالعافية. Allahümme barik. Jazakumullah xeyr. Barakallah fikum. بالعافيه سيدي. Dostumuz Mişal bizə dəvə südünün faydalarından danışmaq istəyir. Buyuraq onu dinləyək. Tfadal axı. هذا فوائد الحليب أنه يقوي العظام ويعطي من يشربه قوة في الجسد نعم. ويخرج أي أكل غير مفيد أي. يخرجه من الجسم. وعندنا الشياب الكبيرين بالسن أي. الذين يشربون الحليب ويأكلون التمر بكثرة Ey. تجده قوي البنية قوي الجسد. نعم. وأنه من يشربه نعم. نادرا ينكسر عظمه لأنه يقوي العظم بشكل Subhanallah. قوي. السلام عليكم ورحمة الله وبركاته. مرحبا بكم يا أهل أذربيجان، مرحبا بكم وزورونا بالمدينة المنورة، والمكان مكانكم بأي وقت، ومرحبا بالجميع. ونفرح بأخواننا المسلمين من أذربيجان حين يأتون إلى المدينة المنورة. Allah ibarik fikum. Əziz həmvətənlərim, möhtərəm müsəlmanlar. Dəvələr haqqında bir neçə hədislər qeyd elədik. İndi dəvələr haqqında qalan bəzi hədisləri də qeyd eləyib, sonra isə bədəvi ərəblər haqqında olan bəzi hədislərdə keçmiş qissələri, hekayələri danışmaq istəyirəm. Dəvələr haqqında qalan rəvayətlərin xülasəsi budur. Rəvayətlərdən birində Allah Rasulü sallallahu aleyhi və səlləm dəvəsinə lənət eləyən bir qadına deyir ki, dəvənin üzərindəki əşyaları götürün və onu buraxın, çünki o lənətlənmişdir. O hədisdən də fayda çıxarılır ki, yəni heyvanı lənətləmək olmaz. Buxar və Müslimin rəvayət etdiyi bir hədisdə isə məna budur ki, dəvələr qiyamətə kimi olacaq, o bir heyvanlardır. Hədis təbii ki, ərəbcəsini deyib uzatmaq istəmirəm. Dəvələr haqqında hədislərdən birində də çıxan fikri faydalardan biri budur ki, bir dəvəni 7 nəfər qurban olaraq kəsə bilər. Bir dəvəni 7 nəfər kəsə bilər. Təbii ki, bu rəvayətlərin hamısını ərəbcəsini desəm, təfsilata getsək uzanacaq deyə müxtəsərini dedim. Lakin bir hədisin üzərində dayanacağam. O da Allaha dəvətlə bağlı olan bir hədisdir. O da Peyğəmbər sallallahu aleyhi və səlləmin Əli radiyallahu anhuya dediyi bir sözdür, məşhur sözdür. O deyir ki, vallahi ki, ey Əli, əgər Allah Taala sənin əlinlə bir insanı hidayət etsə, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir. Subhanallah, bu hədis səhih hədisdir, məşhur bir hədisdir və hədisdəki fayda odur ki, həmin dövrdə olan qırmızı dəvələr bu günümüzdə olan ən bahalı maşınlara bərabər idi. Və doğrudan da bir insan əgər sənin vasitən də Allah yoluna gələrsə, doğru yola gələrsə, hidayət olarsa, bu sənin üçün qırmızı dəvələrdən daha xeyirlidir. Yəni, ən bahalı maşınlardan, minişlərdən daha xeyirlidir. Bundan əmin ola bilərsən. Deməli, bir bədəvi ərəbdən soruşurlar ki, sən necə oldu ki, Allaha iman gətirdin? Deyir ki, dəvənin ayaq izlərinə baxdım və Allaha iman gətirdim. Təzdən soruşurlar ki, bu necə olur? Deyir ki, dəvənin ayaq izləri dəvənin varlığına dəlildir. Dəvənin özünün varlığı isə Allahın varlığına dəlildir. Çünki dəvə elə möhtəşəm bir şəkildə yaradılmışdır ki, istər-istəməz sən onun əzəmətli xaliqi, yaradanı haqqında düşünməli olursan və əmin olursan ki, mütləq şəkildə o dəvənin də əzəmətli bir yaradanı, xaliqi var. Əziz izləyicilərimiz, gəlin indi isə sizə bədəvi ərəblər haqqında bəzi hekayələr var burada. Madam ki, biz bədəvi ərəbləri ziyarət eləmişik, bu haqda hədisləri deməsək olmaz. Deməli, bir hədisdə Allahın elçisi sallallahu aleyhi və səlləm belə buyurur. Hədisi Əli ibn Əbi Talib radiyallahu anhu, Allah ondan razı olsun, o rəvayət edir. Deyir ki, Allahın elçisi sallallahu aleyhi və səlləm buyurdu ki, həqiqətən də cənnətdə içindən çölü, çölündən içi görünən otaqlar vardır. Bir bədəvi ərəb ayağa qalxıb deyir ki, ey Allahın elçisi, o kimlər üçündür elə? Deyir ki, gözəl danışan, yemək yedirən, davamiyyətli oruç tutan və insanlar yatan vaxtı qalxıb Allah üçün namaz qılan kimsələr üçündür. Daha bir hədis qeyd edək. Əbu Hüreyrə radiyallahu anh rəvayət edir ki, Allahın elçisi sallallahu aleyhi və səlləm Həsən ibn Əlini öpür. Və bu zaman onun yanında oturan bədəvi ərəblərdən biri Əqra ibn Həbis deyir ki, ey Allahın elçisi, mənim 10 övladım var, onlardan heç birini indiyə kimi öpməmişəm. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, rəhm etməyənə rəhm olunmaz.
Başqa bir rivayətdə isə yenə deyilir ki, Peyğəmbər sallallahu əleyhi və səlləm nəvələrindən birini öpür və bu zaman onun yanında olan bədəvi ərəb deyir ki, yəni mənim övladlarım var, mən onları öpməmişəm və Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, əgər Allah sənin qəlbindən rəhmət hissini çıxarıbsa, mən ona nə edə bilərəm? Əbu Hüreyrə radiyallahu anhu rivayət edir ki, bir bədəvi ərəb Peyğəmbər sallallahu əleyhi və səlləm yanına gəlir, deyir ki, ey Allahın elçisi, mənə elə bir əməl öyrət ki, o əməli eləməklə cənnətə daxil olum. Peyğəmbər sallallahu əleyhi və səlləm buyurur ki, Allaha ibadət elə, ona heç bir şeyi şərik qoşma, fərz namazlarını qıl, vacib olan zəkatı çıxar və Ramazan ayının orucunu tut. Bədəvi ərəb deyir ki, canım əlində olan Allaha and olsun ki, bunun üzərinə nə bir şeyi artıracağam, nə də əksildəcəm. Bədəvi ərəb çıxıb gedəndən sonra Peyğəmbər sallallahu əleyhi və səlləm deyir ki, kim cənnət əhlindən olan bir sakinə baxmaq istəyirsə, qoy bu kişiyə baxsın. Və əziz izləyicilər, bədəvi ərəblər haqqında deyəcəyim sonuncu hədis isə bu hədisdir, hədis səhihdir. Rəvayət olunur ki, Peyğəmbər sallallahu əleyhi və səlləm məsciddə olduğu halda ora bir bədəvi ərəb gəlir. Və məlumdur ki, o vaxtki məscidlər, yəni yeri torpaqdan idi, indiki kimi xalçalar yox idi. Divarları ola bilsin ki, külək bir yandan girir, bir yandan çıxır, üstü xurma liflərindən və s. belə sadə bir məsciddir, yəni çöl kimi bir yer idi. Bir bədəvi ərəb gəlir və başlayır məscidin bir küncündə su başına çıxmağa. Və bunu görən sahabələr qəzəblənirlər. Rəhmət Peyğəmbəri Muhammed sallallahu aleyhi və səlləm deyir ki, ona toxunmayın, dəyməyin, qoyun işini görsün, qutarsın. Həmin bədəvi ərəb işini görüb qutarandan sonra, yəni su başına çıxır məscidin bir küncündə, başa düşmür, yəni nə edir. Belə bir vəziyyətdə Peyğəmbər deyir ki, ona dəyməyin, işini görüb qutarandan sonra deyir ki, onu mənə yaxınlaşdırın və çağırın gəlsin. O çağırırlar Peyğəmbərin yanına gəlir, sallallahu aleyhi və səlləm yanına. Ona deyir ki, belə bir şey eləmək yaraşmaz. Məscidlər Allahın ibadət olunduğu yerdir. Bura namaz qılmaq üçün olan bir yerdir. Burada Quran oxunur, burada namaz qılınır. Burada belə şeylər olmaz. Burada Allahın zikr olunur. Burada sənin belə şey etməyin doğru deyil və həmin ərəb, bədəvi ərəb bunu başa düşür ki, səhv bir iş görüb. Lakin səhabələr əgər onu döysəydilər və ya onu üzərinə geçsəydilər, təbii ki, o yəni bir də məscidə gəlməzdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləm insanlara yaxın olan, onların halını bilən, onların səviyyəsində onlara fikrini anladan Allahın elçisi sallallahu aleyhi və səlləm gözəl şəkildə ona etdiyi əməlin səhv olduğunu bu şəkildə izah etmiş oldu. Əziz izləyicilərimiz, söhbətimizin sonunda elə dəvələrin yaşadığı bu badiyədə, çöllük ərazidə bizi qonaq dəvət edən dostumuzla bərabər mən özümdə olan məlumatları demək istəyirəm dəvə haqqında. Sonra isə Mişal qardaşımıza bəzi suallarımız olacaq. Elə bu çöl həyatı haqqında, badiyə həyatı haqqında söhbətin sonunda suallar verəcəm inşallah. Amma indi özümdə olan məlumatları istəyirəm deyim. Yəni dəvələr haqqında olan məlumatları və yekunlaşdırmağa çalışaq. Təbii ki, mövzu çox genişdir, lakin bununla kifayətlənmək zorundayıq. Məndə olan məlumata görə dəvələr 2 hörgüclü, 1 hörgüclü və hörgücsüz olur. Əsasən 2 hörgüclü və 1 hörgüclü olur. Hörgücsüz dəvələr isə, yəni bu da dəvələrin bəzi növlərindən əmələ gəlmiş dəvələrdir. Təkcə Afrika qitəsində dəvələrin 20-dən çox növü var və həmçinin başqa müsəlman ölkələrdə də, məsələn Əfqanistanda, İranda, Pakistanda və başqa dünyanın başqa ölkələrində, yəni xüsusən də isti ölkələrdə dəvələr saxlanılır və dəvələrin, həmçinin Hindistanda dəvələrin geniş yayılmış bölgələridir. Və həmçinin dəvələrin bir çox xüsusiyyətləri var ki, məsələn dəvələr ən ağıllı heyvanlardan hesab olunur. Həmçinin dəvələrə səhra gəmisi deyilir. Doğrudan da dəvələr uzaq məsafələrə su içmədən, yemək yemədən gedir, günlərlə uzaq məsafələrə qət edə bilirlər. Həmçinin dəvələr 70 dərəcə istidə səbr edə bilir. Yəni 70 dərəcə istiyə səbr edir və 50 dərəcə soyuğa belə dəvələr dözümlü olur. Və həmçinin də dəvələrin xüsusiyyətlərindən dəvələr yeganə heyvanlardır ki, dənizin şor suyunu belə içib, yəni öz ehtiyaclarını ödəyə bilirlər və həmçinin də orta həcmli bir dəvə gün ərzində 25, 30 və daha çox litr yəni həcmində su içə bilir, su qəbul edə bilir. Dəvələr dedik ki, günlərlə susuz qala bilir, uzun məsafələr qət edirlər. Məndə olan məlumata görə 15-16 kilometr öz sahibi olmadan məsafəni qət edir və öz evinə qayıdır. Lakin dostumuzdan soruşdum, o dedi ki, bu məsafə azdır. Daha çox yüzlərlə kilometr məsafələri belə dəvə öz sahibi olmadan itirdiyi evinə qayıda bilir. Həmçinin dəvələrin
gözlərində olan kiprik qatı insandakından fərqli olaraq 2 qat kiprik qatı var ki, bu da onları, yəni dəvələrin gözlərini tozdan, torpaqdan, səhrada, çöldə olan toz torpaqdan qoruyur. Dəvələr haqqında məlumatlar çox vermək olar. Həmçinin dəvənin hörgüzündə olan yağlardır. O hörgüzünə, yəni bel hissəsində toplanmış yağları ac qaldığı zaman əridir və günlərlə ac qalır və həmçinin də günlərlə susuz qala bilir. Və mən dostumuz, qardaşımız Mişala o, yəni bu yerləri yaxşı bildiyi üçün, vadiyə, yəni çöl həyatını yaxşı bildiyi üçün bəzi sualları vermək istəyirəm. Əxil Kərim, sual əl-əvvəl, barakallah fik. تفضل. حياك الله. السؤال الأول، كيف كان يعيشون البدو في القديم، يعني في الماضي، كيف كانوا يعيشون بدون المكيفات مع الحرارة الشديدة؟ كان البدو في السابق يعيشون بالخيام، أي. وبالخيام يفعلونها بأوراق النخيل، أي نعم. وإذا جاء الحرارة حرارة شديدة أي نعم. يرشون الماء من خارج الجليد عشان فيكون بالداخل باردة. وعند السؤال الثاني أخي الكريم، تفضل. هل الجمال عندهم الحقد والجلافة؟ نعم، الجمال الذكور أي. من الجمال. أيوة. الجمل هو الجمال الذكر، أي. الناقة هي الأنثى. الناقة ما عندها يعني الناقة حقد. ما عندها حقد. أيوة. أما الجمل إذا ضربته لا ينساك، لا ينسى، يحقد عليك، سبحان الله، وإن عملته وينتقم يعني. وينتقم، وإن عملته بالحسنى إيه. يحبك ويحترمك ولا ويشتغل لك، ولا يقول ويشتغل لك. إيه سبحان الله. حياك الله. عندي السؤال الثالث. تفضل. حياك الله. وبماذا يتميز جمال الجزيرة؟ بماذا يتميز؟ لهم يعني خصوصية، لها خصوصية غير جمال الجزيرة يعني. نعم. الجمال السعودية أن لها سنام واحد، وأنها تتميز بالصوف الجيد، وأنها تتميز بالحليب الجيد. نعم. وأنها تحتوي على 4 ألوان، الأحمر والأصفر والمدهم والأوضح. والأوضح إيش هذا؟ الأوضح قريب للبياض. في هذا البادية مثلا أي الحيوانات غير الجمال وأي الحشرات موجود يعني؟ نعم. توجد الحيوانات الغنم والإبل، وتوجد من الطيور أشكال وأنواع، ولا تخلو من الأفاعي. نعم. هذا ما الموجود. وقبل قليل شفنا الحمار. والحمار حمار أعزكم الله. وهل ممكن أحد يبيت هنا في الليل وهل يشعر بأي خطر أو لا يوجد خطر بالسعودية، الحمد لله. يوجد أمان، الحمد لله، سواء في المدن أم أيوه. في البر. الحمد لله. وهذا بفضل خادم الحرمين وولي عهده ورجال نعم. الأمن. نعم. أطال الله بعمرهم. آمين آمين. الله يبارك فيكم، نفع الله بجهودكم، جزاكم الله خير، ما قصرتم. وحياكم شكرا، الله. جزاكم الله خير. وأسأل الله لنا ولكم التوفيق والهداية. الله يجزيكم خيرا. يعني تشرفنا بكم والجلوس والسفر معكم، ونحن تشرفنا بقدومكم. الله يبارك والساعة فيكم. المبروكة التي أتت بكم إلينا. جزاكم الله خيرا. فرحين بوجودكم. الحمد لله. الله يبارك فيكم وجزاكم الله خيرا. أحسن الله إليكم. وإليكم. Şükürallah aleyküm. Əziz izləyicilərimiz, bununla da Mədinə şəhəri yaxınlığında olan badiyəyə, çöllüyə olan səfərimiz sona çatır və ümid edirik ki, çox maraqlı, faydalı bir çəkiliş oldu və faydalı bilgilər əldə etdiniz. Allahdan istəyirəm ki, hər birinizə faydalı elm və dini üzərində sabitlik nəsib etsin. Allah təala bizi eşidib sözlərin haqq olana tabe olanlardan etsin. Və sonda hər biriniz Allah amanında qalın. Mədinə şəhərindən Əssəlamu aleykum və rəhmətullahi və barakatuhu.